Sabah xeyirli olsun değerli izleyicilerimiz. Bugün aprel ayının 17'sidir ve cümə günüdür. Cümləmiz mübarək olsun. Beynəlxalq Maliyyə Birjasında bugün nələrə baş verəcək? Yəni dünən bildiyiniz kimi qızıl satış əməliyyatları ilə 4805-dən gəldi və kifayət qədər endi. Səhər saatlarında dünən təqribən 50 dollar qalxmasına baxmayaraq, yəni günün sonuna qədər həmin nöqtədən 4838-lərdən 64 dollar aşağı doğru istiqamət aldı. Və bugün səhər saatlarında yenidən yeni bir minimum vurdu, amma biz siqnal kanalında da paylaşdıq. 4700 demək 4768-lərdən 4790-lardan 98-lərdən alış əməliyyatlarına verildi və əsas alış əməliyyatları 4000 siqnal kanalında paylaşmışıq. 4798-lərdən bu birinci alış əməliyyatı take profitdən nəticələndi. İkinci isə 4806-lardan gələn alış əməliyyatları 4818-lərə qədər qalxır. Amma növbəti qalxışlar isə demək 4825-dən sonra gələcək. Bu 4888-lərə qədər yüksəliş gözlənir. 4938-lərə qədər yüksəliş gözlənir. Təbii ki, alternativ sənəd sel əməliyyatları qızılda 4780-lər olacaq. Belə, gəlin keçək biz gümüşdə səhər saatlarında biz 79-lardan alış əməliyyatlarını verdi və gəlirdə də 79234-lərə qədər. Bu 234-lər çox böyük bir rəqəmdir. Nə üçün? Çünki gümüşün gəliri qızılın gəlirindən 5 qat daha çoxdur. Dünən gümüşdə biz 8200-lərdən satış əməliyyatları verdi, nəticə super idi. Dünən elə qızılda da qısa müddətli riskli alışlar verdi. Yəni 2-3 dəfə, bu da gəlirən nəticəndə uzun müddətli 4838-lərdən 4815-lərdən də uzun müddətli alışlar. Bitcoin'ə gəldidə isə dünən Bitcoin'da da biz satış əməliyyatlarına demək 74-400-lərdən verdi, 73-300-lərə qədər qalxdı. Bugün Telegram siqnal Instagramda alış əməliyyatları satış haqqında məlumat vermişik. Keçək neftə. Neft, yəni dünən crude oil, həm crude oil future spot, həm də ki WTI, VTI, WTI-də bunlar alış əməliyyatlarından dünən mükəmməl gəlir verdi. Demək, future spotlarda 98-lərdən alış edə 101-30-lara qədər qalxdı. Crude oil'da 93'lərdən alışları idi, 95'lərə qədər qalxdı, hətta ondan yuxarı. WTI-də isə 93'lərdən alışları idi, yəni o da sürətlə yuxarı doğru istiqamətlə davam etdirdi. Yəni gəlirlər mükəmməl oldu. Bugün future spotlarda alışlar 101-15'lərdən, satışlar 98-70. Deməli, future spotlar, çox üzrəm, crude oil'da alışlar 94-30, satışlar 93-40'lar və WTI-də alışlar 92-90, satışlar isə 91-90'lardan. Euro dolar, funt dolar gəldi isə dünən satış əməliyyatlarını biz paylaşmışıq, gəlirən nəticələndi. Bugün alışlar funt dolarda 1.35-400, satışlar 1.35'lər. Euro dolarda alışlar 1.17-900'lər, satışlar isə 1.17-700'lərə baxmaq lazımdır. Nasdaq, S&P, Dow Jones, DX'lər, bunlar hələ ki ümumi istiqamət yuxarıdır və uzun müddət, yəni yuxarı doğru istiqamətdən davam etdirəcəklər. Sağ olun, inşallah görüşmək ümidiyle.